Ağdaşda 70 yaşlı qadın qətlə yetirilib. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə aşağı Qobuüstü kəndində baş verib. Kənd sakini Anaxanım Əbilovanın üzərində xəsarətləri olan meyit aşkarlanıb. Polislərin keçirdiyi tədbirlərlə əməl törətməkdə şübhəli bilinən qadının oğlu 37 yaşlı Rahib Əbilov saxlanılıb. Baş vermiş faktla bağlı araşdırma aparılır. Saatlı rayonunun Fətəli kəndində də qətl hadisəsi törədilib. Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Rövşən Sədyaroğlu Abdullayevin mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlandığı bildirilir. Ağır yaralanmış şəxs dərhal Saatlı rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən Rizvan Məmmədağaoğlu Söhbətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub, baş vermiş faktla bağlı araşdırma aparılır. Naxçıvanda isə ər arvad yaşadıkları evdə ölmüş vəziyyətdə tapılıblar. Hadisə Babeş rayonunun Yarımca kəndində qeydə alınıb. İlkin məlumata görə 40 yaşlı Baxşəli Allahverdiyev ilə 34 yaşlı arvadı Gülnarə Hüseynovanın üzərində xəsarət izləri müəyyən edilməyib. Prokurorluq hadisənin baş vermə səbəbini araşdırır.